Muxtar Respublikamız kontinental iqlimə malik bir bölgədir. Odur ki, burada suvarma suyuna böyük diqqət və məsuliyyət tələb olunur. Ambarlarda ötən illə müqayisədə suyun 2 dəfə azalması bu dəyərli nemətdən səmərəli və qənaətlə istifadəni qaçılmaz edir. Cari ildə yağışların miqdarının az olması və havaların həddindən artıq isti keçməsi su tutarlara suyun toplanmasına müəyyən təsir göstərmişdir. Hal-hazırda Muxtar Respublikada olan su anbarlarında 67 milyon 111 min kub metr su ehtiyatı mövcuddur. Bu isə ötən illə müqayisədə təxminən 2 dəfə az sudur. Bütün bunları nəzərə alaraq Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tələbatı ödəmək və suvarmanın mütəşəkkilliyini artırmaq üçün bütün resursları səfərbər edib. Bu məqsədlə suvarma şəbəkələrində geniş miqyaslı tədbirlər həyata keçirilmiş, kanallar, arxlar, kollektorlar lil və çöküntülərdən təmizlənmiş və ehtiyac olan hissələrdə cari təmir bərpa işləri həyata keçirilmişdir. Görülən işlər nəticəsində suvarma suyunun əkin sahələrinə fasiləsiz çatdırılması, işçilərə yol verilmədən çatdırılması, eləcə də suvarmanın səmərəliliyi tam təmin edilmişdir. Bu ildə suyun ambarlara yığılması daim nəzarətdə saxlanılıb. İşin düzgün təşkili və su ehtiyatlarından səmərəli istifadə nəticəsində Muxtar Respublikada il ərzində suvarma mövsümü mütəşəkkil keçirilib, yəni əkin sahələrinə suvarma suyu verilmişdir. Qeyd edim ki, cari il ərzində suvarılma üçün 190 milyon kub metr su ehtiyatı verilmişdir və bunun müqabilində təkrarı suvarma da nəzərə alınmaqla 134 min hektar əkin sahəsi suvarılmışdır. Hal-hazırda isə payız suvarmaları davam edir və bu sahədə hər hansı bir çətinlik yoxdur. Muxtar Respublikada suvarmanın fasiləsizliyini təmin etmək və tələbatı ödəmək üçün əhəmiyyətli işlər görülür. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində yeni layihələrin həyata keçirilməsi bu istiqamətdə atılan mühüm addımlardır. Əlincə çaydan su götürən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması, Araz 1 və Araz 2 nasos stansiyalarında aparılan yenidən qurma işləri Naxçıvan iqtisadiyyatının gücləndirilməsinə, ərzaq təhlükəsizliyinə dəyərli töhfədir. Hafizə Əliyeva xanım, Rüstəm Sadə, Cavad Hüseynov, NTV Xəbər.